5-2-0 deməklə pulu paranı öz həyatınıza çox asanlıqla çəkə biləcəyinizi zənn edirsinizmi? Əslində bu belə deyil. Çox adam 5-2-0 deyərək həyatına, yəni sanki pulu çəkəcək və yaxud da ki 5-2-0 harasa yazacaq, ona pul gələcək. Bu da yenə biz nə qədər bəşər qanunlarına uyğundur və yaxud da ki nə qədər bizim dini qanunlarımıza uyğundur. Çünki 5-2-0 deməklə bunun numerologiya ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Amma bir adam bunu çox istəyərsə, həddən artıq çox istəyərsə və onu deyərsə, 5-2-0 deyərsə, bəli, ola bilər onun həyatında az da olsa, çox da olsa bir pul gəlsin ona. Amma bunun sonrası da var. Çünki biz necə deyərik, necə bizim el arasında belə bir məsəl var. O gələr, amma onun başında partlayar. O nə deməkdir? Çünki biz bunu nə etdik? Oldurduq. Biz bir şeyi, yəni oldurmaqla məşğul oluruq. Oldurmaq isə o isə heç də yaxşı bir şey deyildir.